Mənə deyim ki, ilk dəfə demək olar ki, böyük futbolu həvəskarların arasında oynamışam. Təbii ki, mənim üçün çətindir. Sadəcə mən oynayanda komanda şəklində taktika, hər bir nüansları nəzərə alaraq oynayıram. Amma burada görürəm ki, biri gedir sağa, biri gedir sola. Biraz belə də çaşbaş olur. Mən bilmirəm kimi idarə eləyim, qabaqdakıları mı, Kimə yoxsa pas vermə. Belə çalışırdım ki, düzdür. Əsas belə futbolçulara sərt paslar verim. Çünki bilirəm ki, onlar azından topu qəbul edir, bilirlər ki, yəni davamı nə olmalıdır. Amma yenə də yəni rəqibdə də eyni ssenaridir. Bizdə də həm də yaxşı ki, qızlar da oynadı hər bir komandada. Onlar futboldan başı çıxırdı. Hətta mən bizdə Alina oynayırdı, getdi Zamenə. Sonra fikirləşdim ki, oradan qışqıram ki, Fəruq müəllim Alinanı qaytar ağzından futboldan başı çıxır. Biraz rahatdır. O birisilər belə də. Yəni həvəskardılar. Apor Nezonu da oynamışdı. Apor özüm qoymuşam qabağıma ki, azından biləm ki, kiminsə idarə eləyə biləcəm də. Məsələn, Sabirə deyirəm, qayıt, mənə baxır, ölür deyirəm. Bu çox çətin olacaq da.